10 yaşından keçdisə o göz ömürlük qalır tənbəl göz. Onun nə eynəyi, nə linzası, nə cərrahiyyəsi yoxdur. Ümumiyyətlə, eynək istifadəsinin heç bir ziyanı yoxdur. Buradan bunu demək istəyirəm. Çünki bəzi valideynlər çox narahat olurlar ki, doktor, uşağımıza eynək yazırsınız, gözü öyrəşəcək, sonradan tənbəlləşəcək, pisləşəcək və s. Buradan demək istəyirəm ki, eynək gözün görmə zəifliyini korreksiya etmək üçündür. Yəni, belə deyim, müalicə etmir, sadəcə korreksiya edir. Yəni, çatmayan hissəni eynəklə korreksiya edirik. Əgər korreksiya olunmazsa, görmə sinimizə daima bulanıq görüntü gedəcək. Əlbəttə ki, bulanıq görüntünü beyin algılamaq istəmir. Yəni, cavab vermək istəmir və gözü işlətmək istəmir. Bu zaman nə olacaq? Gözümüzün tənbəlləşməsi baş verəcək. Biraz yaxşı gözü işlədəcək, yaxşı görən gözü, digərisini görmədən çıxaracaq. Fiksasiya olmadığı üçün gözümüz artıq düz baxmayacaq, çəpləşə də bilər. Digər gözün görmədən düşməsi ola bilər. Bəzən uşaqlar heç bunu hiss etmirlər. Çünki bir gözlə yaxşı görür, digər gözü yaxşı görən göz kompensasiya edir. Müəyyən yaşa gəlib çıxandan sonra skrininq edəndə görür ki, bir göz 100-dür, o bir göz 10%-dir və nəyi pisdir? Bu durumu biz 10 yaşına qədər cəmsi müalicə edə bilirik.